Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bugün mən sizə Time 2026 kitabından biliyin növləri mövzusunu izahını təqdim etmiş olacağım. Həmişəki kimi çox sadə və asan bir dildə təqdim edəcəm və testdə düşən əsas hissələri deyəcəm. Qeydlərinizi götürməyi unutmayın. Mən izah elədikcə siz də qeydlərinizi götürün müəllimlər. Və izaha keçid almadan öncə nəzərinizə çatdırım ki, bizim sıfırdan mart qruplarımız artıq dərslərə başlayır. Dərslərə qoşulmaq istəyən müəllimlərimiz aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli müəllimlər, biliyin 4 növü var. Faktoloji, konseptual, prosedural və metakognitiv bilik. Hansılardır? Faktoloji, konseptual, prosedural və metakognitiv bilik. Faktoloji bilik nədir? Müəllimlər, faktoloji biliyə biz deklarativ bilikdə deyirik. Faktlara əsaslanan, yəni əzbərə, xatırlamağa, yaddaşa əsaslanan bir bilikdir faktoloji bilik. Faktoloji bilik iki hissədən ibarətdir. Terminoloji bilik və spesifik bilik. Terminoloji bilik xüsusi bir sahə ilə bağlı olan elementləri əhatə edir. Yəni, hər hansısa bir elm sahəsi, ixtisasla, sahə ilə bağlı olan, terminlərlə bağlı olan bilikdir ki, yəni siz verilən situasiyada hər hansısa bir elm sahəsinə bağlı olan terminləri gördükdə, siz bunu terminoloji bilik götürəcəksiniz. Yəni, faktoloji biliyin terminoloji bölməsi götürəcəksiniz. Ümumi bir anlayış haqqında hadisə, yer, insanlar, tarix və s. aid olan informasiyada belə deyim də, verilən situasiyada bunlar əks olunursa, yəni hadisə, yer, insanlar, tarix və s. aid olan bir situasiya verilibsə, siz bunu spesifik bilik götürmüş olacaqsınız. Deməli, müəllimlər, faktoloji bilik iki hissəyə bölündü. Spesifik və terminoloji bilik. Terminoloji bilik, yəni xüsusi bir sahəyə aid olan terminlərlə ifadə olunan bilikdir. Spesifik bilik isə yer, hər hansı bir insanlara, tarixi hadisələrə və s. informasiyalara aid olan bilikdir. Terminoloji bilik dediyimiz kimi müxtəlif elm sahələrinə aid olan terminlərdir. Məsəl üçün Azərbaycan dilidir, riyaziyyatdır, biologiyadır və s. Yəni burada bu elm sahələrinə aid olan terminləri görəcəksiniz. Məsələn, burada baxın deyir, ədəbi cərəyanların xüsusiyyətləri, ixtiralar və kəşflər haqqında faktlar, demokratik idarə etmə xüsusiyyətləri, alkanların fiziki və kimyəvi xüsusiyyətləri, baxın bunlar faktoloji bilikdir. Daha sonra keçid alırıq biz konseptual biliyə. Dedik ki, gəlin bir daha xatırlatma edək, faktoloji bilik faktlara əsaslanır, əzbərə, yaddaşa əsaslanır, iki yerə bölünür, terminoloji və spesifik olmaqla. Deməli, müəllimlər, siz əgər yaddaşa əsaslanan və yəni faktlara əsaslanan bir sual görürsünüzsə, məsələn, deyək ki, Bəxtiyar Vahabzadə neçənci ildə anadan olub. Baxın, bu yaddaşa əsaslanan, fakta əsaslanan bir sualdır. Bu faktoloji bilikdir. Və yaxud da saatlər neçə yerə bölünür? Bu fakta əsaslanan bir bilikdir. Əlifbamızda neçə hərf var? Bu da fakta əsaslanan bir bilikdir. Deməli, bu faktoloji deklarativ bilik sayılır. Daha sonra gəlir konseptual bilik. Konseptual bilik isə öz sözlərimizlə ifadə etmək, öz fikirlərimizi izah etmək, öz fikirlərimizi söyləmək və yaxud da qruplaşdırmaq, təsnif etmək, ümumiləşdirmək, yeni bir bilik əldə etmək deməkdir. Konseptual bilik nədir? Yeni bir bilikdir. Əlaqələndirmə. Baxın, iki fən arasında əlaqə qururuqsa, bu da konseptual bilikdir. İki fən arasında əlaqə yaradırıqsa, konseptual bilikdir. Ümumiləşdiririksə, qruplaşdırırıqsa, təsnif ediriksə, izah ediriksə, interpretasiya ediriksə, bu da konseptual bilikdir. Konseptual bilik əsasən nə üçün suala cavab verir? Məsələn, fəsillər nə üçün yaranır? Burada artıq şagird öz fikrini izah eləyəcək, öz fikirlərini söyləyəcək. Deməli, bu konseptual bilik hesab olunur. Baxın, burada da qeyd olunur ki, konseptual biliyin kateqoriyaları var. Təsnifat və kateqoriyalar, prinsip və ümumiləşdirmələr, nəzəriyyə, model və strukturlar. Burada qeyd olunur nitq hissələrinin təsnifatının izahı. Baxın, nitq hissələrinin təsnifatının izahını verəcək şagird. Deməli, konseptual biliyindən istifadə edəcək. Müxtəlif geoloji dövrlər haqqında ümumiləşdirmələr. Açar sözlərimiz, deməli, ümumiləşdirmələr, təsnifatının izahı, daha sonra ayrı-ayrı mədəniyyətlər barədə ümumiləşdirmələr, qələvi və qələvi torpaq deməli, metallarının müqayisə etmək, öyrənmənin prinsipləri ilə bağlı bilik, dövlət idarəçilik modellərinin, təşkilat və funksiyalarının ümumi strukturunu müəyyənləşdirmək, baxın, strukturunu müəyyənləşdirmək, təkamül nəzəriyyəsinin tam deməli, formulyasiyasını bilmək,
Təkamül nəzəriyyəsinin tam formulyasiyasını bilmək. Bu da konseptual bilikdir. Yəni konseptual bilik deməli taksonomiyanın anlamaq mərhələsi ilə uyğundur. Gərək biz bunu anlayaq, ondan sonra təkamül nəzəriyyəsini izah eləyək. Aydındırmı? Və yaxud da nitq hissələrinin təsnifatını anlamaq lazımdır, nitq hissələrini anlamaq lazımdır, sonra onun izah etmək lazımdır. Yəni anlayıb sonra izah eləyirik. Və yaxud da anlamalıyıq, geoloji dövrlər haqqında məlumatı anlayıb sonra ümumiləşdirməliyik, qruplaşdırmalıyıq, təsnifat etməliyik, strukturunu müəyyənləşdirməliyik. Fikir versinizmi? Bunlar anlamaq mərhələsinə uyğundur. Bilik olaraq da konseptual bilik hesab olunur. Deməli, açar sözlərimiz hansılardır? Ümumiləşdirmək, qruplaşdırmaq, təsnif etmək, əlaqələndirmək, izah etmək, öz sözlərindən ifadə etmək, yəni izah etmək, interpretasiya etmək və s. Yeni bilik əldə etmək deməkdir. Konseptual bilik yeni bilik əldə olunur, əlaqələndirilir. Məsələn, iki fənn arasında əlaqə qurulur, yeni bilik əldə olunur. Bu konseptual bilik hesab olunur və nə üçün sualından istifadə olunur konseptual bilikdə? Daha sonra gəlir prosedural bilik. Adından göründüyü kimi burada bir proses icra olunur. Algoritm, ardıcıllıqlar mövcuddur. Yəni prosedural biliyi tətbiq etməsək belə, həll yolunun ardıcılığı bilirsə, bu da prosedural bilik hesab olunur. Məsələn, deyək ki, misalın və ya məsələnin həll yolunu bilir. Baxın, burada tətbiq etməsə belə, ardıcılığı bilir. Bu da prosedural bilikdir. Və prosedural bilik necə sualına cavab verir? Necə sualına? Məsələn, tənliyi necə həll etmək olar? Baxın, burada fikir versiniz, bir ardıcıllıq, bir strukturunu soruşur ki, yəni misalı hansı yollarla, hansı ardıcıllıqlarla həll etmək olar? Və misal həll etməkdə bir prosesdir. Misalı həll etməsə belə, tətbiq etməsə belə, həll yollarını bilsə belə, yəni təhlil yolunu bilir, həll yolunu bilir. Baxın, bu da prosedural bilik hesab olunur. Daha sonra bacarıqlar və algoritmlər, texnika və metodlar, müvafiq prosedurlardan yerinə istifadə etmək meyarı. Cümlənin sintaktik təhlil yolunu bilir. Baxın, cümlənin sintaktik təhlili bir prosesdir və bu prosesin həll yolunu bilir. Bu da prosedural bilikdir. Sistem tənliklərinin həlli üçün algoritmləri bilmək. Yəni ardıcıllıqları, algoritmləri, sistemləşməni bilməkdir. Hündürlüyə tullanmaq üçün lazım olan bacarıqları bilmək. Bu da prosedural bilikdir. Hündürlüyə tullanmaq bir prosesdir. Və bunun necə tullanmaq lazımdırsa bunu da bilir. Bu olacaq prosedural bilik. Sosial elmlər üçün olan tədqiqatlar metodlarını bilmək. Tədqiqat bilirsiniz ki, bir prosesdir, bir prosedurudur. Düzdürmü? Bir prosedurdur. Və bunları da bilmək nədir? Prosedural bilik. Problem həlli üçün alimlər tərəfindən istifadə olunan texnikaları bilmək. Prosedural bilikdir. Müxtəlif esse növlərinin meyarlarını müəyyənləşdirmək. Meyar sözünü gördünüzsə, müəllimlər bilin ki, bu prosedural bilikdir. Meyar bərabərdir prosedural. Əməli yazı növlərinin yazılması, yəni burada bir ardıcıllıq var. Əməli yazı növlərində bir ardıcıllıq var. Necə yazmalıyıq, sonda imzadır, tarixdir və yaxud da əsas hissəsi, nəticə hissəsi, giriş hissəsi necə yazılmalıdır? Bir ardıcıllıqla yazılmalıdır. Ona görə bu da prosedural bilik hesab olunur. Daha sonra gəlir metakognitiv bilik. Metakognitiv bilik strateji bilikdir. Şagirdin özü haqqında olan biliklərdir. Özünün güclü və zəif tərəflərini müəyyənləşdirirsə, özü haqqında bir strategiya qurursa, baxın bunların hamısı nədir? Metakognitiv bilikdir. Və mən metakognitiv biz bacarıqlar mövzusunda keçəcəyik. Metakognitiv bacarıqlar, bu da yenə özü haqqında olan biliklərdir. Metakognitiv biliklə əlaqəlidir. Baxın, metakognitiv bacarıqlar, metakognitiv bilik yalnız özünə aid olan, özü üçün bir strategiya qurmaqdır. Strateji bir bilikdir, yəni strategiya, strateji bilik, bax bunları harada gördüsə bilin ki, bu metakognitiv bilikdən söhbət gedir. İdraki tapşırıqlar haqqında bilik, şagirdin baxın özü haqqında olan biliyə sahib olmasıdır. İnformasiyanı yadda saxlamağın özünə məxsus yolunu bilməsi, yəni özü üçün bir strategiyasını necə yadda saxlamaq lazımdırsa, yəni o yolları bilir. Məlumatın uzun müddətli yaddaşa keçirilməsi üçün refleksiyanın vacib olduğunu bilməsi. Yəni bilir ki, mən refleksiya edəndə yaxşı mənimsəyirəm. Yaxşı yadımda qalır. Yenə özü haqqında olan bilikdir, metakognitiv bilikdir. Özü üçün məqsədlər müəyyən etmənin planlama strategiyalarını bilməsi, özü üçün məqsədlər müəyyən etmənin planlama strategiyası yenə də özünə xidmət edir. Özünü yoxlama, özünü sual-cavab etmə kimi anlamanın monitorinqinə aparan strategiyaların müəyyənləşdirilməsidir. Özünü yoxlama, özünü sual-cavab etmə kimi anlamanın monitorinqi yenə də özü haqqında olan biliklərdir.
Yeni sözlərin öyrənməsi üçün Frayer modelindən istifadə. Bilir ki, yeni sözləri öyrənmək üçün Frayer modelindən istifadə etsə daha yaxşı mənimsəyəcək. Bu da özü haqqında olan biliklərdir. Və bu sayılır metakognitiv bilik.